Alyabiyevin romans və mahnıları. Alyabiyevin vokal yaradıcılığı janr və mövzular baxımından müxtəlifdir. Onun əsərləri içərisində rus mahnıları, balladalar, dramatik monoloqlar, lirik romanslar və qəhrəmani, vətənpərvərlik xarakterli mahnılar var idi. Bütün bu janrlarda o, rus poeziyasının obrazlı zənginliyini, onun fəlsəfi məzmununu və psixoloji quruluşunu həssaslıqla verə bilmişdi. Alyabiyev öz romansları üçün mətnləri diqqətlə seçirdi. Onun əsərlərinin əsasını Pushkin, Zhukovski, Delvik, Ogaryovun və Dekabristin şairlərin şeirlər təşkil edirdi. Bəstəkar onlarda öz dünya görüşünə, musiqi tələbatına uyğun mövzu və obrazları tapa bilirdi. Alyabiyevin yaradıcılığında rus mahnı janrı böyük yer tuturdu. Salavey. Alyabiyevin mahnıları içərisində ən məşhuru idi. İlk dəfə 1827-ci ildə nəşr edilən bu mahnı Rusiyanın hər yerini gəzərək sözün əsl mənasında xalq mahnısına çevrilmişdi. O, bu gündə öz gözəlliyini itirməmişdi. Bülbülün sadə və səmimi melodiyası öz aydınlığı və ahəngliyi ilə diqqəti cəlb edirdi. Sadə gitaralı müşayiətlə dəstəklənməklə o, sərbəst, tələsmədən, qəlbdən, sanki yüksək səsdən izhar edərək axırdı. Melodik minorun tonlarla qalxan cavab gedişi nəğməyə xüsusi yumşaqlıq və bitkinlik gətirirdi. Irtış. Sibirli şair Vetterin sözlərinə yazılmışdı. Bu qrupun ən yaxşı romanslarından biri olub, lirik romans janrının novatorlu traktovkasının parlaq nümunəsi idi. Hər bir kuplet iki təzadlı bölmənin qarşı qoyulması əsasında qurulmuşdu. Birinci hissə hüzünlü şimal peyzajının fonunda sürgün edilmiş obraz təsvir edirdi. Musiqi dərin düşüncə ilə əks olunurdu. Melodiyanın sakit, hekayətli xarakteri, müşayiətin ölçülü ritmi və orta avazda saxlanan səslərin ifadəli vurğulanması, bütün bunlar kədərli düşüncə əhvalını əmələ gətirirdi. Kupletin ikinci hissəsində təsvir gərgin və dramatik monoloqlarla əvəz olunurdu. Vokal partiyada ifadəli deklamasiya əmələ gəlirdi. Müşayiətdə trimola üsulu rəngarəng təsviri mənaya malik olmaqla eyni zamanda dramatik gərgin fonu və müğənninin güclənən harayının poetik xarakterini əmələ gətirirdi. Romansın əsas mənası azadlığa çağırış, bütün inkişafın yönəldiyi parlaq dramatik kulminasiyada böyük qüvvə ilə ifadə olunur. Qış yolu. Burada Rus təbiətinin qış obrazı, tənhalıq və düşüncəli dalğınlıq böyük dərinlik və poetikliklə təsvir olunur. Musiqi işıqlı kədərlə doludur. Ümumi əhval-ruhiyyə artıq qısa, lakin ifadəli fortepiano girişi ilə yaradılır. Zınqırovun şikayətli, tədricən sönən çaları, kimsəsiz, soyuq düzənliyi və qar təpəcikləri arasında qalmış tənha üç atlıların arabasını təsvir edir. İki qarğa. Kiçik balladadır. Burada Alyabiyev mətnin tutqun, faciəvi obrazlarını uyğun cüzi vasitələrlə yaradır. Girişin kəskin, disonanslayıcı akordlarında öldürülmüş igidin üstündə uçan quşların qorxunc səsi eşidilir. Sadə mahnı melodiyası isə Pushkin şeirlərinin xalq quruluşunu yaxşı əks etdirir. Pushkin poeziyasının azadlıqsevər obrazları Alyabiyevin əsir romansında öz əksini tapmışdı. Pushkinin bu şeirləri hələ şairin sağlığında böyük populyarlıq qazanmışdı. Dekabrist üsyanından sonra başlayan ağır illərdə şairin yaratdığı əsir obrazı azadlıq mübarizələrinin faciəvi taleylərini xatırladırdı. Məişətdə bu şeiri xalq mahnısı kimi oxuyurdular. Məhz
Belə sadə xalq ruhunda Aliyev də öz əsərini yaradırdı. Romansın melodiyası sərt və təmkinli idi. 19-cu əsrin dekabrist Rus ziyalıları arasında yayılmış bir sıra inqilabi mahnılarına yaxın idi. Aliyevin şərq mahnıları Rus vokal musiqisinə verilən böyük əmanət idi. Öz musiqisində Qafqaz xalq melodiyalarını işləməklə bəstəkar Glinka, Balakirev, Baradin, Rimski-Korsakovun sələfi kimi çıxış edirdi. Aliyevin şərq mahnıları onun lirik romansları kimi Rus ədəbiyyatının yeni, mütərəqqi ideyaları ilə əks olunaraq dekabrizm dövründə və dekabrist illərindən sonra ilk dəfə Rus incəsənətində azad və möhtəşəm Qafqaza olan marağın oyanışının canlı şəhadəti idi. Qafqaz məğrur və əyilməz xalqların vətəni, Pushkin və Lermontov üçün azadlıqsevərliyin simvolu idi. Bununla yanaşı Qafqaz bir çox dekabristlərin sürgün yeri olmuşdu və Rus cəmiyyətinin ən yaxşı oğullarının faciəvi taleylərini daim xatırladırdı. Kabardin mahnısı Marlinskinin sözlərinə yazılmışdı. Bu, sərt, döyüşkən mahnıda Aliyev Qafqazlıların məğrur xarakterini əks etdirmişdi. Musiqinin əsasını əsil xalq melodiyası təşkil edir. Lat, özünə məxsusluğu, sinkopalanmış ritmikanın kəskinliyi, avazın kəskin uçuşu, kvintalı arqan punktu, bütün bunlar azadlıqsevər dağlıların döyüşkən mahnısının koloritini verirdi. Aliyevin hərbi vətənpərvərlik mahnılarında təcəssüm edilən vətən mövzusu geniş əks olunurdu. Onların içində Yazıkovun sözlərinə Bayanın mahnısı və Saloqovun sözlərinə Qocanın mahnısı xüsusilə seçilirdi. Meyxana Agaryovun sözlərinə yazılmışdı. Aliyev melodiyanı xalq ruhunda yazaraq məişət mahnıları üçün adi olan kuplet formasını qoruyub saxlayırdı. Öz musiqisinə o rəqsli, skersolu çalar verirdi. Bununla da bəstəkar uğursuz adamın nitqindəki acı taleyinin istehzasını vermişdi. Beləliklə bəstəkar adi məişət melodiyasının əsasında xarakteristik mahnının yeni növünü yaradırdı. Dilənçi Romans fransız demokrat şair Beranjenin mətninə yazılmışdı. Bu əsər də sosial bərabərsizliyə həsr edilmişdi. Aliyev öz musiqisində Beranjenin şeirinin humanist məğzini verərək tənha, zülm çəkmiş insanın faciəsini açırdı. Musiqinin sadə və səmimi pafosu dinləyicini dərindən düşündürürdü. Romans Rus mühitində uzun müddət öz populyarlığını saxlaya bilmişdi.